Rekordumuz. İndi isə başlayaq iki membranlı orqanoidlərə. İki membranlı orqanoidlərimiz hansı ki, deməli, mitoxondri və plastidlərdir. Mitoxondri və plastidlərdir. Bu mitoxondri və plastidlər ümumiyyətlə bax bu anlayışları yaxşı yadınızda saxlayın. Çünki əlavə sual verilir. Necə? Yəni sırf mitoxondridən sual verir, amma mitoxondri yazmır. Deyir dənəvər tel, nə bilim mənası xondrion sözünə gələn orqanoid bax belə yazılır. Ona görə də mitoxondri sözünün mənası əvvəlcə deyək, mitos, tel, saf, xondrion, dənəvər deməkdir. Hansı ki, dediyimiz kimi iki membranlı quruluşa malikdir. Baxın, xarici membran kalsinəkdir. Baxın, bu yazılıb xarici membran hamardır. Daxili membran isə qırışlıdır. Baxın, bu içəriyə doğru çökənlər. Xarici membranla daxili membran arasında membranlar arası boşluq vardır. Yəni, membranlar arası boşluq hansı orqanoidin tərkibinə daxildir? Deyəcəksiniz ki, mitoxondrinin tərkibinə daxildir. Aha, onun daxili maye, deməli, daxili membranı dedik qırışlıdır və həmin qırışları yaradan kristlərdir. Krista sözünün mənası da pipik və çıxıntı deməkdir. Və onun daxili maye mühiti, baxın bu mavi rəngdə görsənəndir. Daxili maye mühiti matriks adlanır. Onun matriksində çoxlu şeyə rast gəlinir və bunu bəzən qarışdırırlar. Ona görə də baxın kənarda yazılıbdır, çox qəşəng yazılıbdır. Matriksində var nə? Halqa şəkilli DNT-si var. Halqa şəkilli DNT-si olduğuna görə də ona görə bu orqanoid deyirik ki, özü özünü ikiləşdirə bilir və yaxud da özü özünü törədə bilir. Yəni ki, DNT özünü törədir, yəni reduplikasiya edir, aydındırmı? Və hansı ki, RNT növlərinə də rast gəlinir. Buna necə aydınlıq gətirək? Hansı ki, bilirsiniz ki, RNT-nin növlərinin hamısı, indi biz 3 dənəsini keçirik də dərslikdə, əslində çoxdur. RNT-nin növlərinin hamısı bilirsiniz ki, DNT-dən əmələ gəlir. Ona görə də matriksdə birinci növbədə rast gəlinir nəyə? Halqa şəkilli DNT-yə. DNT-dən RNT növləri əmələ gəlir. Sonra burada RNT-nin növlərdə nədə iştirak edir bilirsiniz ki, zulalın sintezində. Zulalın sintezi zamanında nə əmələ gəlir? Zulallar əmələ gəlir. Daha sonra nə əmələ gəlir? Fermentlər. Sonra fermentlərdə nə tərkibdir? O da zulal tərkiblidir. Eyni zamanda bütün bu zulallar da yaradan nədir? Ribosomlardır. Aydındırmı? Bütün bu proseslərin hamısında da, yəni enerji çevrilmələri baş verdiyinə görə, yəni ATF-nin iştirakı ilə baş verir. Baxın, DNT də var, RNT də var. Ona görə də deyirik ki, 8 növ nukleotidə rast gəlir, 5 növ isə azotlu əsasa rast gəlir. Məncə bu bir qədər asan həkk olunur sizin beyninizə. Baxın, yenə təkrar edirəm. Halqa şəkildə DNT-si var. DNT-dən əmələ gəldi nə? RNT-nin növləri. Bu da varmı? Matriksdə var. Daha sonra RNT-nin növləri nədə iştirak edir? Zulalın sintezində. Zulalın sintezində başqa nə iştirak edir? Ribosomlar, hansı ki, zulal sintezini həyata keçirir. Zulaldan əlavə nələr əmələ gələ bilər? Hansı ki, fermentlər. Fermentləri də özləri zulal tərkiblidir. Aydındırmı? Baxın, məncə daha sadə oldu bu. Bir şeyin ki, RNT-si var, DNT-si var. Demək ki, orada neçə növ nukleotid, neçə növ azotlu əsas olacaq? 8 növ nukleotid, 5 növdə isə azotlu əsas olacaq. Başa düşdük müəllimlər. Yadınızda qalarmı belə şəkildə? Bəli, müəllimə səsi uzaqdan gəlir. Bəli. Tamam öyle. Aha, daha sonra bunu da dedik və mitoxondri ümumiyyətlə mitoxondrinin əsas funksiyası nədir? Mitoxondrinin əsas funksiyası hüceyrə daxili tənəffüs prosesini həyata keçirməkdir. O bizim yəni enerji, güc stansiyamızdır. Biz hər hansı bir hərəkəti ediriksə, adicə mən əlimi buradan bura uzadıramsa, yəni bunu mən enerji sərf edirəm də, danışıram bu dəqiqə. Nə edirəm? Enerji sərf edirəm. Siz mənə baxırsınız, nə edirsiniz? Yəni bunların hər birinə siz enerji sərf edirsiniz də. Bunu isə bizim mitoxondrilərimiz həyata keçirir. Ona görə də o bizim enerji güc stansiyamızdır. Hansı ki, bu prosesdə mitoxondrdə ATF-nin yəni hesabına baş verir və ATF sintez edir. Mitoxondrinin əsas funksiyası ATF sintezini həyata keçirməkdir. Amma mitoxondri sintez elədiyi ATF-ni hüceyrənin xaricinə çıxardır, özündə saxlamır. Bu sözü də niyə belə dedim, birazdan aydınlıq gətirəcəm. Yəni sırf bu cümləni ki, niyə özündə saxlamır, yəni hüceyrədən xaricə çıxardır. Yəni hər bir hüceyrənin ümumiyyətlə özünə xas
Hər bir hüceyrənin özünə xas mitokondri isə hər şey var da, hər bir hüceyrəmizin içərisində var bu orqanoidlər və hər bir hüceyrəmizin də özünə xas ATF-si var. Ona görə də biz deyirik ki, ATF hüceyrədən hüceyrəyə keçə bilmir. ATF orqanizmdən orqanizmə keçə bilmir. Ay hüceyrəm, gəl mən sənin qonşu hüceyrəmə ötürüm. Belə şeylər ola bilməz. Yəni hər bir hüceyrənin özünə xasdır bu ATF. Başa düşdükmü? Aha, daha sonra dedim bayaq halqa şəkilli DNT-si var. Halqa şəkilli DNT-si var. DNT olan yerdə nə baş verəcək? Reduplikasiya baş verəcək. Yəni DNT özünü ikiləşdirə biləcək. DNT olan yerdə, RNT olan yerdə nə prosesi gedəcək? Biosintez prosesi gedəcək. Zulalın biosintez prosesi gedəcək. Demək ki, orada DNT, RNT varsa transkripsiya prosesi gedəcək, translyasiya prosesi gedəcək. Başa düşürsünüz müəllimlər? Baxın, yəni bu da belə. Yəni mitoxondri haqqında bu qədər kifayətdir. Yəni ən əsas şeylər dedim. Aha, indi isə gələk plastidlərə. Plastidlərimizin isə 3 növü var. Xloroplastlar, xromoplastlar, leykoplastlar. Hər bir sözün də burada ümumiyyətlə xloro sözünün mənası yaşıl, plastidis formalaşmış deməkdir. Xromo rəng, leyko isə rəngsiz deməkdir. Aha, daha sonra indi başlayaq. Bunlar da iki membranlı orqanoidləri, hansı ki, xloroplast deməli, onun da daxili maye, xarici membranı iki membranlıdır. Xarici membranı hamar, daxili membranı qırışlıdır. Qırışları yaradan qranlardır. Qranlar baxın qəpik kimi üst-üstə düzülərək tilakoidləri əmələ gətirir. Həmin o tilakoidlərin membranının üzərində də xlorofil pigmenti yerləşir. Bunun da daxili maye mühiti vardır, hansı ki stroma adlanır. Stroma sözünün mənası döşənək, halı deməkdir. İndi bunun da daxili maye mühitində var halqa şəkilli DNT, RNT, orada da ribosom, zulal, ferment, ATF, yəni bunlar var. 8 növ nukleotid, 5 növdə azotlu əsas, yəni bunlar vardır. Aha. Daha sonra xloroplastı biz nə ilə tanıyırıq? Fotosintez prosesi ilə. Ona görə də deyirik ki, xloroplast fotosintez prosesini həyata keçirir. Hansı ki, baxın, fotosintez prosesi də nədir? Qeyri-üzv maddələrdən üzv maddələrin yaranması. Ən qısa variantda belə deyək də, qeyri-üzv maddədən üzv maddə yaranır. Qeyri-üzv maddədən üzv maddə yarandığına görə də, yəni burada fotosintez prosesi hansı ki deyirik həyata keçir. Eyni zamanda bu cümləni nəyə qoşmaq istəyirdim? Deməli, mitoxondridə bayaq demədim, üzv maddələr qeyri-üzv maddələrə parçalanırdı. Hansı ki enerji ayrılırdı, ATF əmələ gəlirdi. Amma burada isə əksinə qeyri-üzv maddələrdən üzv maddə yaranır. Burada da yine ATF sintezi gedir, reduplikasiya prosesi baş verir, transkripsiya prosesi baş verir, translyasiya prosesi baş verir, zulalın sintezi həyata keçirir və s. Ancaq bu xloroplast bir qədər simik orqanoiddir. Niyə? O əmələ gətirdiyi ATF-ni özündə saxlayır, yəni hüceyrədən xaricə çıxartmır. Yalnız özünə xasdır. Aydındırmı bu xloroplastın ATF-si? Amma mitoxondri isə bizim güc stansiyamızdır. Əmələ gətirdiyi ATF-ni özündə saxlamır, hüceyrədən xaricə də çıxardır. Amma bu, yəni xloroplast müqayisə edəndə belə deyirik ki, əmələ gətirdiyi ATF-ni yalnız özündə sintez eləyir, özünə xas ATF sintez eləyir də belə deyək. Yəni bundan da bu qədər. Sonra digər bu xromoplast, leykoplast haqqında da qısaca, yəni elə çox sual da düşmür. Rəngli plastitlərdir, qırmızı, sarı, narıncı rəngli hansı ki plastitlərə rast gəlinir. Eyni zamanda meyvənin hansı ki rəngli hissəsi haradırsa, yəni orada xromoplast var. Çiçəyidir, meyvəsidir, yarpağıdır, köküdür. Məsəl üçün payızda hansı ki yarpaqlar yaşıl rəngini dəyişir, narıncı rəngə, qırmızı rəngə, müxtəlif yarpaqlardan, yəni sarı rəngə çevirir. Bunların hamısı xromoplastın hesabına baş verir. Leykoplast isə rəngsiz plastidlərdir. Bitkin işıq düşməyi yerlərində olur. Məsəl üçün kökündə, kökün sonunda K hərfindən yadınızda saxlayın. Leykoplast adında da K hərfi var. Kök, nə bilim, işıq düşmən yerdə, yeraltı hissələr kökündə, kökün sonunda, gövdə yumrusunda, kök yumrusunda, yəni buralarında olur və özündə ehtiyat qida maddələri saxlayır. Və plastitlərin bir-birinə çevrilməsindən də gələn səfər sizə qəşəng suallar verəcəm, sual-cavab dərsimizdə. İndi buradan başqa nə deyə bilərik? Mitoxondri ilə xloroplastdan, yəni belə deyə bilərik ki, hər ikisi ortaq cəhəti ondan ibarətdir ki, iki membranlıdır. Hər ikisinin xarici membranı hamar, hər ikisinin daxili membranı qırışlıdır. Hər ikisinin daxili maye mühiti var. Birində matrix adlanır, birində stroma adlanır. Hər ikisinin daxili maye mühitində halqa şəkilli DNT-si var, RNT-si var, ribosomu var, zulallar əmələ gəlir, fermentlər əmələ gəlir.
Yəni bunlar baş verir, ATF sintezi gedir, ancaq əmələ gətirdiyi ATF özündə saxlayır. Xloroplast hüceyrədən xaricə çıxardır mitokondri. Daha sonra başqa nə deyə bilərik? Bir dəqiqə. Hər ikisində transkripsiya, translyasiya baş verir. Daxili maye mühitində reduplikasiya prosesi baş verir. Hər ikisi özünü törədə bilir, özü reduplikasiya edə bilir. Daha sonra nə deyə bilərik? Deməli bu membranlar arası boşluq isə mitokondriya xas olan bir anlayışdır. Başqa burada nə deyə bilərik? Aha, qeyri-üzvü maddələrdən üzvü maddələr yaradır xloroplast. Üzvü maddələri qeyri-üzvü maddələrə qədər parçalayır. ATF sintez bu zamanda hansı ki enerji sərf olunur? Bu isə aid olacaq mitokondriya. Daha sonra deməli nədən danışaq? Deyək ki, burada PDF-də yoxdur. Biraz da hüceyrənin hərəkət orqanlarının hərəkətə xidmət orqanlarından danışaq, hansı ki, belə deyək, yalançı ayaqlardır. Deməli, qamçı, kirpik, miofibril və yalançı ayaq. Bir dəqiqə, bu gün kitabda bizim dərsliyimizdə harda yazılıb bu? Nəysə, güvəndə daha qəşəng yazılıbdır. Oradan oxuyarsınız, əgər güvən dərsliyiniz varsa. Ümumiyyətlə, məsləhət bilirəm ki, histologiyanı dərslikdən oxuyandan sonra mütləq şəkildə güvəndən oxuyun. Çünki orada daha çox yüksək səviyyədə yazılıbdır histologiya bölməsi orada. Aha, deməli, belə deyək də, qamçı, yalançı ayaq, miofibril və dedik kirpiklərdir. Qamçı 4 aləmin 4-ünə də xasdır. Yəni, tanıdığımız 4 aləm, bitki, heyvan, göbələk və bakteriyalar aləminin hamısında qamçıya rast gəlinir. Ona görə də qədimdir qamçılar. Daha sonra yerdə qalan hansı ki bu 3 dənələr isə deməli kirpiklərdir, yalançı ayaqlardır və miofibrildir. Onlar isə yalnız bir aləmdə rast gəlinir, o da heyvanlar aləmində. Sonra gələk indi kişi orqanizmindən qadın orqanizmində bu hərəkətə xidmət edənlərdən qadın və kişi orqanizmində hansında neçə dənədir? Kişi orqanizmində ümumiyyətlə bunların 4-ünə də rast gəlinir. Qamçı da var, kirpik də var, yalançı ayaqlar da var, miofibrillər də var. Məsəl üçün qamçı var spermatozoidin tərkibində, yalançı ayaqlar var, məsəl üçün orqan hüceyrələrinin tərkibində, leykositlərin tərkibində, məsəl üçün yalançı ayaqlar hansı ki bilirsiniz ki, əmələ gətirə bilir. Miofibril var əzələ hüceyrəsində, kirpiklər də var, məsəl üçün burun boşluğunda deyə bilərik, tənəffüs yollarında deyə bilərik. Yəni burada da deməli nəyə rast gəlinir? Kirpiklərə rast gəlinir. Daha sonra isə gələk, yəni bu kişi orqanizmi oldu. İndi isə gələk qadın orqanizmi. Qadın orqanizmində isə bunlardan yalnız 3-ünə rast gəlirik. Yalnız deməli qamçı olmayacaq. Yerdə qalan 3-ü isə olacaq. Kirpiklər, yalançı ayaqlar və miofibrillər olacaq. İndi bu kişi orqanizmindən də sizə yaş verə bilər. Sizə deyə bilər, məsəl üçün 5 yaşlı kişi orqanizmi. 5 yaşlı kişi orqanizmi deyəndə artıq onda da 3 dənə götürəcək. Səbəbi isə ondan ibarətdir ki, bilirsiniz ki, spermatozoidlər hansı ki yetkinlik yaşına çatandan sonra formalaşır. Yəni hansı ki qadın orqanizmi yetkinlik yaşına çatır 10-12 yaşında, kişilər isə çatır 13-14 yaşında. Yəni kişi orqanizmindən söhbət gedirsə, gərək onun 13-14 yaşı tamam olsun. 13 yaşı desin, 14 yaş desin, ondan yüksək desin. Amma sırf 9 yaş, 5 yaş, 3 yaşlı oğlan uşağı deyilsə, artıq onda da bundan 3-ünə rast gəlinəcək. Yetkinlik yaşı tamam olubsa, artıq onda da 4 dənə deyəcək. Yəni bu qədər müəllimlər. İstəyirəm gələn səfər virusları indi keçməyim, onu da bakteriyalarla birləşik verim. Biraz yəni viruslar yəni bununla qatmayın da sırf orqanoidləri istəyirəm öyrənəsiz. Gələn səfərdə viruslarla bakteriyaları və eyni zamanda bakteriyalara aid olan bütün tip məsələ həlli, yəni ən mürəkkəbindən ən sadəsinə qədər istəyirəm belə lövhədə qəşəng izah edeyim. Siz nə deyirsiniz? Hər hansı bir fikriniz, təklifiniz? Müəllimə çox sağ olun, çox gözəl, çox aydın izah Xoşdur müəllimə, xoşdur. Çox sağ olun. Xoşdur müəllimə. Müəllimə, siz keçən nə qədər bal toplamışdınız? Bir dənə bu rekordu dayandırım. Yoxsa? Mən etməmişim sertifikat. Hə, birinci ilinizdir sizin hərbi